Salam arkadaşlar, necəsiniz? Umarım iyisinizdir. Bugün sizlerle modern ev, yani modern şehrin City'nin yeni bölümüne devam edirik. Yanımda Varp var ve bugün Varp'la gedəcəyik. Birbirimize İş tapacağıq günün sonunda. Ha, gözle sakla bir dakika. Sen neçə altın lazım bu dakika? Bir altın lazımdır bana borcumu ödemək için. Deyəsən mən işləyəndə, işlə atmışam dedim. Hə. Onda bir dənə şey altın var idi. Hə dostlar, indi dəqiq var. Bak, buraya gör var. Ay, bəxtə bu bir dənə. İşten kalmış. Dedim Çok sağ ol. Çörəyə salıq. Ben bu arada Varp dünən bizə bir stek yarımdan da çok kömək elədi. Yəni çox sağ olsun. Gedək var. Bir də iş tapaq, bir də banka gedək də. Biz banka gedək, görüşərik bankda. Qapını kilitlə. Hə Varp gözlə. Gəldik. Varp da uşaqla çaldı gözləyir. İndi borcumuzu. Sağ ol. Sağ ol. Sağ ol. İndi 6 gün keçibdi, yəni üstündən. Orada neye gidişliyorsunuz? Ya sen insan kimi yani davran. El kolunu danışma. 6 günlük keçirmişəm. Yəni vaxtdan. Bir gün keçirən kimi nə qapıya mesajlar göndəribsiz. Zor elleme. Ya belə bonus pulunuzu verəcəydim, indi də verirəm. Gecürüm ha bura. Bilebildim ki işleyeceksen de öyle yani. Gözdə ala pulum verirəm ha. Yemədim, girmirəm içəriyə. Bak böyle. Ha, qudurma. Gecürüm ha bura. Çocuğum. Gəl bura. Ağzıma götürüyorum. Girmeden içeri. Qudurma ha. Girmeden içeri. Qudurma ha. Şimdi başı üstüne girmeyeceğim. Ah, qudurma. Əsəbləşdirib. Ah. Merhaba. Müdürümüzü çağır. Müdürümüzü çağır. Müdürümüzü çağır ha. Müdürümüzü çağır bir dənə. Bu ne işe? Aa, müdürü çağır tez. Çıxıram, əlsiz. Müdürümüzü çağır. Turumuz kimi girsin konuşun içine. Müdürümüzü çağırın, müdür. Geldi. Ne olur? Sağ ol. Sağ ol. Sizin bu işinizi deyin. Yani pulun olsa bir gün yetiştirmeyle ne değişir? Ne olur? Hansiydi o? Burada bir işçi var idi. Ne? Sifətin başı sağlam da. Belə necə deyim? Qaşıllı, maşıllı. Ya burada işləyirlər də. Baxın burada işləyir desən. Bu korpusta. Hə. Onsuz o işten kazanırız. Üzülürsen. Sağ ol. Ama bir de gel bu geliştirmeyi zahmet olur. Onsuz birden geliştirmezsiniz ama 2 gün geliştirirseniz olur da. Yani. Oldu. Sağ ol. Gəzə bilərəm buranı. Ceza bilərsə onsuz tam verimsiz də pulu. Borcunuz bağlanır. Bağlanıb. Təzə ala bilərsiniz. Sağ ol. Mərazı qalmadı ki. İndi o işləyə çıxsaq yox. O işi çıxardacağıq. Narahat olun. Oldu. Sağ ol. Sağ ol. Bir də yatdım çıxdı. Sağ ol. Sağ ol. Mən borc ala bilərəm. Mənim adıma yenəsi yoxdur. Yox da ala bilərsiniz. Nə qədərsiniz? Sizə nə qədər var bu dəqiqə? Buraya 3 steak var. İstəsə daha da çox olmalı. 5 steak var. 5 steak gözü sandıqlardan baxın. 2 dəqiqə gözlə. O gözləyəcəksiniz. Ya da ki 2 steak verin. 2 steak. Ver. Bir də müdürünüzü çağıra bilərsiniz çox tez. Gözləyin. Bir dənə tez gözləyirəm. Oturaq da. Axşam bankadan pullar çalışırıq. Buyurun. Bir də müdür, yenə sizi yoruram. Mən bu bankada işçi axtarmırsınız. Bankada əslində bu siz dediyimiz şeyi açsaq, sizin açsaq, bəli olur. Əslində bir dənə də işçi lazımdır, şeydir. Kasa şey yapmalı, kompüter işlərində. Mən hər ikisini görərəm, yəni yorulmaram deyə işləyə bilərəm. Ha, problem yoxdur. Yəni sabah kompüterdə bacarığınızı yoxlaya bilərik ya da burada. Burada yoxlayaq da, indi siz müştəri kimi gəlin. Yoxlayaq. 4 dəfəlik yerimiz vardı, yəni ki
4 nəfər buladı. Oldu. İndi müştərilər gəlsin 2-3 dənə onları görərik. Yəni, indi siz keçin korpunuza, gəl göstərsin. İçərini gəzin bizə. Bir dənə gəzdirərsiniz. Buyurun. Bu arada uşaqlar gəldik. Bu işte sisteməcə yaxşı pul oluyor. Aylıq. Bir də aylıq nə qədər olacaq? Aylıq 2700. Əgər kompüterdə işləsəniz. Kompüterdə işləməsəniz, şeydə işləsəniz burada 1500. 1500 deyildi. Hər ikisində işləsən bəs. Hər ikisində bilməzsiniz. Yəni, burada kompüterdə lazımlı işlər var. Sən çöldə qorumaçı da ola bilərsiniz. O da aşağıda sizə də olur. Neçədir onun maaşı? Hə? Maaşı. 550. Oo. Çox az. Çox azdır həqiqətən. Yəni indi mən belə orada dayansam belə, yəni yuxarı, yəni içəridə burada yəni satsam belə, pulları versəm belə, yəni onun 3 qatıdır demək olar. Onda mən bir seçimi eləyərəm. İndi biraz da gəlsəm olar. Sən kompüterdə birazdan gəlsin var. İstədiyiniz kimi. Oldu. Sağ ol. Orman deyil. Buyurun. Çox sağ ol yenə. Sizi tam içəri gəzmədim əslində. İstəyirsiniz gəl. Başqa yerlər var. Bəli, bəli. Bir dənə gəzdirərsiz də tam. Baxın, bura giriş edir. Bu qapı korpuslara girişdir, baxın. Bunu deyəsən bilirəm. Bir dəfə girmişdim. Yox, bura girməmişəm. Mükəmməl. Yaxşı yerdə əslində. Sandıqlarda heç nəyimiz yoxdur. Oranı dolduracaq inşallah. Güvənsiz yerdir. Yəni Bura bəs. Girmək olar. Bəli. İşte olursa. Qaldım çünki. Varsın. Dur, açardır. Yenicə. Siz ora baxmayın. Mən burada açım gəl. Gəl. O, burada sevdi. Bir dənə bura pulları qoyacaq da. Bura pulları da indi şeydir. Bu nədir bəs? Bu şalteri heç vaxt asmıram. Çünki burada təcili işlər olanda buna basırıq, təcil uyarı verir də olmaz. Bəs burada mən burada da işləyirəm. Burada yəni çətin işdir həm də ki, yəni pulu çoxdur deyəsən, buranı qoruyursan yəni. Bura qorumaq üçün deyil, əslində eyni şeydir. Amma buranın güvənliyi də lazımdır. Uyarılara, zətlərə baxmaq üçün. Başa düşdüm. Bu qədər idi elə gir. Bəs buranın maaşı neçədir? Buranın maaşı elə o qiyməti 100 Pisdir, bəlkə baxım indi başqa yer tapanmasam gələcəm. Çox sağ olun bir daha gəzdirdiyiniz üçün. Mən gedim evdəkilərlə də danışım, mən sizə xəbər verərəm. Oldu, sağ olun. Burada uşaqlar, məncə yaxşıdır. Yəni işləyə bilərik. Gəlin. Yaxşı işdir məncə. Şey var. Ha? Ay, getdim danışdım. Aha. Maaşları da yəni o qədər yaxşı deyil. Amma pis də deyil. Yəni gəlib polis yerində 500-600 1000 almaqdansa, gəlib orada 1500, sonra 3000-dən belə ala bilərik, 2500. Yəni ala bilərik. Səncə necə işdir? Yaxşı işdir. Güvənliyi nə qədər? Mən güvənliyi görsəm yaxşıdır. Maaşam Güvənli şey deyə 500. 500 çox az deyil. Aa, biz evə 500-ə nə inanma yaxşı şey alaq evə. Onda bəs kompüter işləri? Ha bir də şey də bəlkə sabaha ya da axşama kirayanın vaxtıdır. İşlərin vaxtıdır. İşlərin ödəməyə ki sıra verib olur. İşləyək bu gün işləyək gün sonu görənəyini. Aldım. Onsuz məndə altın var. Gizli yerdə. Bu sən bilirsən də. Yaxşı. Məndə də 2 steak yenə girdim borca. Ha? Məndə də yazıb bir steak olmalıdır. Bölgədə Mən balar. xərcləmək üçün çıxmışdım. Sağ. İstəyirsən indi keyf ödeyə bilərsən. Ödəmək yox. Belə eləyək də. Mən gedim danışım, sən get evə ən yaxşısı. Get mən sənə danışaq oldu. Mən təzə ev tutalım ha.
Gələr sonra. Yaxşı, sağ ol. Sağ ol. Gedim danışım da uşaqlar yəni. Razısınız bu işdən çıxım yoxsa qalım bu işdə? Deyərsiniz onu da. Müdür bir də mən burada işləmək istəyirəm. Olar. Hansı işdə? Burada yəni müştərilərə necə deyim, bunun adı nə idi? Şeydə. Korpus taxlı yəni. Hə, burada işləyirsiniz. Hə. Onu işə qəbul edirik. Harda duracam indi mən? Hə? O işçinin yerinə durum O bura. işçinin yerinə bura. Ora oldu. Mən bir dənə gəlin göstərəcəm zəhmət olsa yadımdan çıxdı. Siz istəyirsiniz işarət edin. İşarət yox, belə fərq yoxdur. Değil mi? Hara? Bir də şey pullar. Oldu. Bir də pulları verəsiz, gözləyirəm. Pulları? Hə. Gözləyirəm. Uşaqlar əslində yaxşı işləyir. Ha, bəli müdür. Pullar. Oo. Bəsiniz yoxsa biraz da? Bu həddən artıq çoxdur. Çoxdur müdür. Qədir alan olacaq dəqiq. Sizin müştərilər çox var. Çünki bu vaxtda boz götürüm çoxdur. Çünki işlər zəif. Sizə gəldim müdür. Siz götürün. Aldın müdür. Sağ ol. Sağ ol. Uşaqlar, indi çalışaq biraz daha çıxasın. Bir dənə baxın sana. Bax bu ortadakı 3 steak mənimdir. Varfın da verdiyindən var. Onlardan da var. Müştəri gəlməsini gözləyəcəyik indi. Afrika qalıb onları gözləməliyik. Adam yoxdur ola. Müdür o gəldi. Sağ ol. İşləyir burası. Bəli. İşləyir burası. Bəli işləyir, açıqdır bu. 7-24. Nə almışdır? Mən 12 steakiniz varsa verə bilərsiniz. Qaytaracam ha. Yəni 12 steakdən əvvəlsə bu qaydaları, qanunları, yəni mənə öyrədilən qanunları, yəni o toplam bankın qanunlarını deyəcəm sizə. Əgər bir ay içində ödəməsəniz bunu. Bilirəm. Çünki mən burada çox almışam. Daimi müştərisiz. Daimi müştəri. Siz deyəsən təzəsiz, belə oxuyursunuz, almadım sizi. Və siz bilirəm qaydaları. On iki demişdir. Bəli. 12 steak. Yəni qaydaları, yəni bir aya ödəyəndə zəhmət olmasa sağ olun. Sonra mənə yəni danlayırlar. Sağ olun. Şu o 3 saat şimdi 12 steak. Nesi steak kaldı? 1, 2, 3, 4, 5, 6, 7, 8 ya da 7 kaldı da yapışım. Özüm mümkündən də üstünə qoyarım. Olsun müdür kameradan görürdü yəni. Günün sonunda yəqin ki bir qəşəng pul gələrdi inşallah. Yeni müştərini gözləyək. Müştəri gözləyək. Yaxdım. Sağ ol. Buyurun nə vardı? Nə lazımdır? Mən bir steak altın. Qaydaları bilirsiniz. Yox, deyə bilərsiniz. Yəni bu qaydaları bankın qaydalarıdır. Bir ay içində ödəməsəniz, yəni ünvanınız tapılacaq və polisə şikayət ediləcəksiniz və yəni siyahıdan men ediləcəksiniz, yəni silinəcəksiniz. Yəni bir də alamayacaqsınız da bankdan pul. Yəni bu qaydaya yəni çalışın əməl edin. Ünvan zəhmət olmasa. Ünvanı yazaram. Oldu. Müdürə verərəm. Çünki müdürlə mənim tanışlığım var. Oldu bir steak. Qaytararsınız. Sağ ol. Sizdə. 3, 4, 5, 6, 7. 7 steakimiz qalıb. Bir dənə bunu eləyək, axşam oldu. Yəni tez evə gedib yəni azından da öləm. Yəni şeylə də danışıram tez yemək zat da bişirib mən alaram, gedərik, bişirərik ondan da rahat nəsə evimizdə yerləşərik inşallah. Gözləyək növbəti müştərini.
Gözləyirəm. Müştəri. Sağ. Oh. Bu var deyə sonra. Sam. Ben 7 stick verdim. Getdi steak. Qaydaları bilirsiniz. Ben belki bakta bilmem ben. Başka bak işte. Bir kayda bile. Bir de yani. Qaydalar yəqin ki eyni olar. Ya da tikə çıxanda da qaydaları oxuya bilərsiniz. Ben orada gördüm olsun. Bəli. Yenisini- Getdi steak. Özünüze geliyor. Düzgün atmaq olmur. Gəlin indi. Ben. Sağ ol. Getdi steak. Buyurun, xoşdur. Şu zaman. Sağ olun. Alo müdür. Ha. Mən bütün verdiklərinizin hamısını bitirdim. Yəni mən çıxıb gedə bilərəm. Ya da ki mənim pulumu verirsiniz indi. Gözlüğümü geldim. Yaxşı. Azal. Gəzirəm onda mən içərini. Amma da var məndə. Alo. Alo. Şeydir, var. Üstündə pulum var. Üstümde bu dakika var ama azdı lan. Şey çörək zad al, bir də evə gedərik. Gələrsən bankın yanına, indi bir yarım saata zada. Bankın yanına gələrsən, gedərik bir yerdə şey evlərə baxarıq, yaxşı? Qaldı. Mən də yarım saata buradan çıxanda səndən gibi işim bitib, mən müdürü gözləyirəm. Ha. Sağ ol. Sağ ol. Müdür orada qaldı. Oturaq da neynəyək? At susuz. Burada yemək də verir. Yemək versəydi burada qalardım. Bəli müdür. Bu gün opşu toplam 20 steak'e yaxın satdım. Sağ ol. 20 steak yox, 19 deyəsən, hə, 19 steak. Bugün sana bir tane şey veriyorum. Olduğun için geçelim. Oo, müdür bəsdir müdür. Müdür bəsdir. Bas. Çox sağ ol müdür. Sağ ol. Şunu Bir də alalım. sabah gələrəm. Oldu, çox sağ ol. Sağ ol. Alo. Alo. Ay, varp. Ha. Amma varlanmışam ya. Ne oldu? Hə? Ne oldu? Qız qaçıyor şey. Banka şey oxurladım. Banka sökmüşəm. Sən öl. Niye? Müdür de bir dakika şey müdürüydü diye. Bütün şey banka çıxartdı verdi mənə. Ay gəl yanıma görüm, mən gözləyirəm səni. Bu Astanovka tərəfdəyim. Yolun qırağındasın. Da gəlsin görəcəksən. Ay bu var fərdə. Ay şükür, şükür. Şükürlər olsun. Ay, Bank soyunu. əmin balasısan, əmin balası. Götür. Götür şeylə. Yarı pulumu sənə verdim ya. Ay şeydir ki, gedək dükana gedək. Tez dükandan bir dənə sən qapıda gözlə, mən tez bir dənə alım. Gedək bir dənə dükana, oradan da tez evə gedək. Çünki axşam olacaq. Evləri də bu dəqiqə yəni şeydə kirayətçilər yəni satmırlar heç kim evin yiyələri. Sən burada gözlə. McDonald'sdan alım nəsə yeyək. Ha? McDonald'dan alım, markete girməyək də elə. Bana paket verdi amca. Ah, oldusa. Get. Burada gözlə gəlirəm. Barfı da gözlədik. Gözlə gəlirəm. Mıcı dodans. Gedi dodansa. Sağ ol. Sağ ol. Ne dersin, ne var ne yok. Yanınızda duran gelmiştim ya buraya. Yemeklerinizi beğendim ya. Hadi pul da verdim ya. Ha yazmıştım. Ha, eyni müşteriyim. İndi də sizdə nələr var? Bir dənə zəhmət olmasa onlardan deyərdiniz. Bizde isteriz her şey var. Yani, Su var, su. su var. 2 dənə verə bilərsiniz onu. Su var 2 dənə. Gəzdirəm. Bu McDonald's həqiqətən yaxşıdır. Bəlkə mən bura ailəvi gəldim. Olar yəni ailəvi gəlmək. Burada stollar var. 4-düdür yoxsa. Mənim bir dənə də balaca oğlum var. Hə, ya ailəvi gəlsə olar bura. Ailəvi setlər neçədir? Ha? Ailəvi setlər neçədir? Ailevi setler 25 altın. Uydu. Hə. İşte. Çok pahalı. Yox, əslində. Mənim duran aldıqlarım da ucuz idi. Yəni mənə görə ucuz idi. İndi də varlanmışdım.
çöldə mənə bir dənə var patlı dostum var. O qardaşım kimi də. Hə, məni gözləyir. Pulumu yarısını ona veririm. Yəni biraz çalışın tez olanda zəhmət olsun. 2 dənə su neçə elədi? Hə? Ət, qəşəng qarpız, kəsib versiniz. Bir dənə də qarpız verin də. Belə yiyin də, bir dənə də qarpız verin. Hə, 2 dənə də kartof verin. Kartof. Kartof da verin. Buyurun. Neçə elədi? 2 dənə su, 2 dənə toyuq, 12 dənə qarpız dilimlənmiş. Yəni bütövündən yox. 23 manat. Bir də 3 dənə kartof. Yardım et, 23 manat. Ucuz deyil yenə də, yəni ucuzdur həqiqətən. Əslində ucuz deyil, amma belə şeydə qiymətlər getdikcə qalxacaq və deyirlər, müdür deyir ki, qiymətləri artırmaq lazımdır. Sizə bir dənə şey söz deyim, buranın müdürü şeydir də. Çox qatlar. Buyurun 31 manat götür şəllən. Sağ olun, yaxşı olmasın. Ya bunu da müdürə verməyə, kassaya qoyma. Əsas yerini kassaya qoy, özünə götür oradan da. Yaxşı, Allah balalarınızı sağlasın.